Mövzunun müzakirəsini hərbi ekspert Ramil Məmmədli ilə davam etdirəcəyik. Ramil bəy, salamlayırıq sizə, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Ramil bəy, ilk olaraq atəşkəsin pozulması məsələsinə başlamaq istəyirəm və mövzu istiqamətində diqqət çəkən nüans ondan ibarətdir ki, Ermənistan daxilində bir siyasi gərginlik və rəqabət yaşanır. Müxalifət də artıq yenidən ilhamlanıb, xüsusən də görünür Rusiya tərəfindən göstərişini alıb. Belə bir gərginlik fonunda, xüsusən də daxildə baş verən gərginlik fonunda Paşinyanın mənə ehtiyac var, bir görüntüsünə ehtiyac var, biz bunu duyuruq. Bu zərurət hazırda cəbhədə, xüsusən də daha doğrusu şərti sərhəddə toqquşma riskini artırırmı? Çox sağ olun, təşəkkür edirəm Şəhla xanım. Ümumiyyətlə, Ermənistan daxilində baş verən proseslər bu və ya digər şəkildə hər zaman Azərbaycanla münasibətlərə təsir edir. Və biz bunu zaman-zaman müxtəlif dövrlərdə də bunun şahidi olmuşuq. Xüsusilə də sərhəddə, vaxtilə təmas xəttində, yəni Qarabağ istiqamətində, sonraki dövrlərdə isə Azərbaycan və Ermənistan arasında olan şərti sərhəd bölgəsində müxtəlif hadisələrin baş verməsi məhz belə demək mümkündürsə, həm Ermənistanın o ictimai-siyasi mühitində, həm də saray daxilində, yəni İrəvanda o saray daxilində baş verən hadisələr bu proseslərə təsir edir. Təbii ki, burada başqa bir amil də var. Bu amillərdən biri xarici təsirlərdir. Xarici təsir əlbəttə ki, Ermənistanın həm əvvəlki durumunda, həm sonraki dövrlərdə, yəni həm 2018-ci ilə qədər, həm 2020-ci ilə qədər üzr istəyirəm, həm 2020-ci ildən sonra baş verən proseslərdə açıq aydın, güzgü kimi bəllidir. Və 2018-ci ildən sonraki dövrlərdə isə xarici təsirin miqyası bir qədər də artıb. Deyək ki, əvvəllər daha çox Rusiyanın təsiri hiss olunurdusa, bugün artıq Fransada, Amerika Birləşmiş Ştatları da bu proseslərdə aktiv rol alırlar. Hesab edirəm ki, məhz Ermənistanın təmas xəttində, daha doğrusu şərti sərhəd bölgəsində gərginlik yaratması və Ermənistan ordusunun müəyyən gərginliklərə səbəb olan addımlar atması və Azərbaycan ordusunun mövqelərini atəşə tutması, Müdafiə Nazirliyi də davamlı olaraq bunlarla bağlı informasiya yayır. Məhz Ermənistanda hərbi siyasi klanla, strukturla Ermənistanın siyasi rəhbərliyi arasında olan qarşıdurmanın, gərginliyin bir misalıdır və Ermənistanın öz rəhbərliyinə də, yəni siyasi rəhbərliyinə də, Paşinyanın özünə də bəzi hallarda bu cür gərginliklər sərf edir. O özünü lazımlı, vacib və əhəmiyyətli bir qüvvə kimin, lazımlı bir adam kimin həm daxili ictimaiyyətə, həm xarici qüvvələrə təqdim etməyi bacarır. Bəs indi əgər bu zaman-zaman Paşinyana sərf edirsə, bu cür atəşkəsin pozulması lokal toqquşma ilə nəticələnərmi? Əslində biz... Məsələn, Zəngilan istiqamətində hazırda biz Avropa İttifaqı missiyasına gəlməsini görürük. Düzdür, yəni atəşkəs fərqli-fərqli istiqamətdə pozulur, amma yəni xüsusən də Zəngilanın biz bilirik kritik olduğunu ön plana çəkməkdə fayda var. Bəli, həm Zəngilan, həm Kəlbəcər istiqamətində, yəni Kəlbəcər, Göyçə, Zəngilan istiqamətində, şərqi və qərbi Zəngəzur istiqamətində bu gərginliklər baş verir. Əlbəttə ki, istənilən halda mən bir məqama xüsusi diqqət yetirmək istəyirəm. Ermənistan müharibədən sonraki dövrdə adını çəkdiyimiz ərazilərə, Kəlbəcər, Laçın, Zəngilan istiqamətində ordu birləşmələrinin sayını bir neçə dəfə artırdı. Dəfələrlə artırdı və həmin ərazilərə müxtəlif təyinatlı, xüsusilə də hücum təyinatlı silah və texnikaların cəmləşməsini təmin etdi. Bu rəsmi açıqlamalarda da var. Azərbaycan tərəfi də bundan bağlı açıqlamalarında səsləndirir. Təbii ki, bu silahlar orada görüntü üçün saxlanılmır. Həmin ərazilərdə görüntü üçün göndərilməyib, həmin ərazilərə görüntü üçün göndərilməyib. Təbii ki, istifadəsi nəzərdə tutulmaq
məqsədi ilə həmin ərazilərə göndərilir. Bu baxımdan biz kiçik, lokal hansısa qarşıdurmaların baş verəcəyini ehtimal etməliyik və ehtimal etməliyik ki, həmin ərazilərdə mövqelərimizi daha güclü və daha qətiyyətli şəkildə saxlaya bilək, qoruya bilək. Və nəzərə almalıyıq ki, Ermənistan tərəfi 2020-ci il müharibəsindən sonra həm 2021-ci ildə də, 2021-ci il ərzində də məhz həmin ərazilərdə Azərbaycana məxsus olan, Azərbaycan ərazisi olan həmin o taktiki və strateji əhəmiyyətli məntəqələri itirib. Bu həm Kəlbəcər rayonu ərazisindədir, həm Laçın rayonu ərazisindədir, həm Zəngilan rayonu ərazisindədir. İtirib və həmin ərazilərdə müəyyən üstünlük əldə etmək istəyir və məhz bu manevrlər, bu cəhdlərin əsasında da həm də bu dayanır. Daha doğrusu, daha dəqiq desək, sülh müqaviləsi masasında həmin ərazilərdə mövcudluğunu təmin edərək oturmağa cəhd edir. Və bu hərbi gərginliyin, hərbi kontekstdə gərginliyin yaradılmasında da əsas amillərdən biri budur. Çünki yaxşı bilirlər ki, sülh müqaviləsi imzalanandan sonra artıq həmin ərazilərə iddia etmək və bu ərazilərdə hərbi təyinatlı, hərbi kontekstdə hansısa bir manevrlə etmək imkanları olmayacaq. Aydındır. Yəni ən azından geniş miqyaslı olmasa da lokal bir toqquşma riski var olduğuna diqqət çəkmiş olursunuz. Az əvvəl bir sujet ekranlara gətirdik və mən elə sualımı da bundan başladım ki, xüsusən də Ermənistan daxilində siyasi gərginlik yaşandığı bir vaxtda zaman-zaman biz atəşkəsin pozulduğunu görürük. Və bugün Gümrüdə düzdür, Ermənistanın yəni hakim partiyanın nümayəndəsi qələbə qazansa belə merin seçilməsi üçün müxalifət, yəni bir koalisiyaya ehtiyac var. Müxalifət isə buna dəstək vermir, öz aralarında birləşib. Nəzərə alsaq ki, Rusiya da Cənubi Qafqaza qayıtmaqda maraqlıdır. Yeni informasiyalar paylaşılır və bu istiqamətdə artıq göstərişlər də verilib deyə məlumatlar var. Risk varmı Paşinyan üçün hazırda? Yəni müxalifət əgər Paşinyana qarşı birləşərsə, nə ilə nəticələnər? Avropadan dəstək gələrmi məsələn? Təbii, çox geniş bir mövzudur, amma mən qısaca bəzi məqamları demək istəyirəm. Ümumiyyətlə, Rusiyanın Cənubi Qafqazda, xüsusilə də Ermənistanda yenidən möhkəmlənməsi üçün müəyyən bir bariyer var. Əlbəttə, Rusiyanın həmin ərazidə hərbi bazası yerləşir, yəni Ermənistanda 102-ci hərbi baza yerləşir, bu Cənub hərbi dairəsinin ərazi təyinatına daxildir, ona tabidir. Amma buna baxmayaraq bir Gürcüstan var. Yəni Gürcüstan var, Gürcüstanda Rusiyanın möhkəmlənmə imkanları hazır qarşıdakı, yəni 3 il, 5 il ərzində o qədər də real deyil. Yəni müəyyən dövrə ehtiyac var. Çünki 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsi hələ Gürcü vətəndaşların, Gürcülərin yaddaşından silinməyib. Yəni münasibətlər var, istiləşir, amma bu dostluq və strateji tərəfdaşlıq səviyyəsinə gəlib çatmayıb. Amma bu izolyasiya olunmuş, yəni Rusiyadan kənarlaşmış bir Ermənistanın, ərazi olaraq kənarlaşmış bir Ermənistanda Rusiyanın möhkəmlənməsi üçün isə yalnız və yalnız Rusiyanın həmin ərazidə mövcud olan müxalif qüvvələrlə sıx işləməsi və silahlı müxalifətə dəstək verməsidir. Bir məqamı xatırlatmaq lazımdır ki, Ermənistanda hələ də silahlı müxalifət mövcuddur və bu vaxtilə Qarabağ müharibəsinin belə deyək, xeyir duası ilə və yaxud da o müharibədən istifadə edərək Ermənistanda hakimiyyətə gəlmiş Robert Köçəryan və Serj Sarkisyan klanı ilə bağlıdır. Yəni onların nəzarətində onların tərəfdarları var və onlar silahlıdırlar və daha əvvəl də biz həm Ermənistan ordusunun hərbi hissələrində, həm Rusiya ordusunun hərbi hissələrindən çoxlu sayda atıcı silahların yoxa çıxdığına dair də xəbərlər oxumuşduq. Bir təxminən 2 il bundan əvvəl yayılan xəbər idi. Hesab edirəm ki, məhz bu silahlar, bu imkanlar hazırda bu müxalif qüvvələrin əlindədir. Sadəcə olaraq Ukraynada gedən müharibə Rusiyanın Ermənistana diqqəti yönəldib, orada
prosesləri başlayıb və idarə etməsinə imkan yaratmır. Daha doğrusu iki cəhbədə, siyasi və hərbi cəhbədə döyüşmək hazırki Rusiya üçün o qədər də maraqlı deyil və sərfəli deyil. Bu baxımdan Ukrayna müharibəsindən sonra Rusiyada öz nəzarətində saxladığı müxalif qüvvələrin vasitəsilə Qərbi, yəni Paşinyan və onun komandasını sıxışdırmaq üçün bütün mümkün addımlardan Rusiya istifadə edəcək. Hətta daxili qarşıdurma, yəni vətəndaş müharibəsinə qədər gedib çıxa bilən addımlar atacaq. Bunun qığılcımlarını biz 2008-ci ildə Serj Sarkisyanın prezident kürsüsünə otuzdurulması prosesində görmüşük. Xatırlayıqsa, həmin vaxtda elə bu indiki baş nazir Nikol Paşinyan da aktiv fəaliyyət göstərmişdi. Sonradan o həbs olunmuşdu. Bir sözlə, Rusiya Ermənistanda mövcudluğunu saxlamaq və NATO ilə həmsərhəd, yəni Cənub sərhəddində NATO ilə qarşı-qarşıya dayanacaq qüvvəni hələ də qoruyub saxlamaq üçün bütün mümkün addımları atacaq. Təşəkkür edirəm Ramil bəy, minnətdaram. Mən təşəkkür edirəm, siz sağ olun Şəhla xanım. Mövzu ilə bağlı Qərb nəşri Karnegi Politika yazır ki, Rusiya Cənubi Qafqaza qayıtmağa hazırlaşır. Artıq bu istiqamətdə siqnallar da var. Vurğulanır ki, Azərbaycan Rusiya sülh məramlarını Qarabağdan çıxartdı və keçmiş Dağlıq Qarabağ vilayətində nəzarəti tam bərpa etdi. Ermənistan KMTT iştirakını dondurdu. İran və Azərbaycanla sərhəddən Rusiya qoşunlarının çıxarılmasına nail olundu. Rusiya isə Ukraynada məqsədlərinə nail olana qədər Cənubi Qafqaz ölkələrinə güzəştlərə gedirdi. Moskva əmin idi ki, birbaşa sərhəd olduğu üçün regionda mövqelərini asanlıqla bərpa edəcək və eyni zamanda vurğulanır ki, artıq bununla bağlı bir göstəriş var. Xüsusən də Paşinyan öz komandasına da göstəriş verib ki, Rusiya ilə münasibətləri normallaşdırsın. Hətta vurğulanıb ki, Avropa İttifaqının üzvlük məsələsi kağız üzərində qalacaq. Bu cəmiyyətə o formada sırınır ki, xüsusən də Rusiya o formada sırınır ki, bu xalqın istəyidir, bizim istəyimiz deyil. Və diqqət çəkən nüans ondan ibarətdir ki, bu təyyarə qalmaqalına görə Azərbaycan və Rusiya arasındakı müəyyən soyuqluqdan da Paşinyan istifadə etməyə cəhd edib, komandasına göstəriş verib ki, bu müddətdə Moskva ilə münasibətləri daha da yaxşılaşdırın deyə. Təəssüf ki, açıqlamaların ardı gəlməkdədir və vurğulanır ki, hazırda nəzərdə tutulan ondan ibarətdir ki, Birləşmiş Ştatların Biden dövründə olduğu kimi Ermənistana dəstək verməməsi İrəvanı KMTT-dən çıxmağı təxirə salmağı məcbur edir. Rusiya Ermənistanı hərbi dəstəyi qısa zamanda artıra bilməsə belə, dəstəyin yenidən verilməsinin elan ehtimalı Ermənistan üçün önəmli diplomatik üstünlük ola bilər deyə məlumatda vurğulanır.